Xoş gördük əziz dinləyicilər. Demək Trampın hakimiyyətə gəlməsindən sonra Ukrayna-Rusiya məsələsində hər kəsi, həm Avropanı, həm Ukraynanı narahat edən elə bir məqam yaranmışdı ki, həm Avropa burada çox ağır bir vəziyyətə düşmüşdü, həm də Ukrayna. Yəni bu ağır vəziyyətə düşməyin səbəbi nədən ibarətdir? Ondan ibarətdir ki, Trump birbaşa Putinlə danışırdı, Rusiya ilə danışırdı. Orada tərəf olan Ukrayna Avropanı ümumiyyətlə bu samitə dəvət etmirdi. Ukraynanı ümumiyyətlə bir dövlət siyahısında saymırdı və birbaşa Ciddədə bir neçə dəfə Ukraynasız görüş keçirdi. Ukrayna prezidenti Zelenskini aşağıladı və bütün bunlara baxmayaraq heç bir şey əldə edə bilmədi. Və ondan sonra aydın oldu ki, dedi ki 24 saata həll edəcəm, gah dedi 100 günə və bu günlərə artıq 100 gün tamam olur. Xatırlayan izləyicilərə onu bildirmək istəyirəm ki, bilirsiniz ki, mən bu barədə həmişə açıqlama verirdim ki, Amerika istədiyi formatda, Trump istədiyi formatda dünyaya bir kafa tutmaq, bir baş tutmaq istəyirsə, dünya ilə Çinlə mübarizə aparmaq istəyirsə, mütləq Avropanı kənarda qoya bilməz. Çünki Avropa çox ciddi bir gücdür və o ciddi güc Çin tərəfində olarsa Amerika uduzar, Amerika tərəfdə olarsa Çin uduzar. Və bunun üçün də nəyin bahasına olursa olsun o Avropa üzərindən Rusiya ilə danışıqlar apara bilməz. Əgər o masada Avropa yoxdursa. Və nəhayət Trumpın bütün simasını itizdirən Rusiya hökuməti axır məcbur oldu ki, Trump hakimiyyəti Avropa ilə bir masaya otursun. 17 apreldə Parisdə keçirilən konfransda artıq Amerikadan Rusiya üzrə məsləhətçi Rubio və digərləri İngiltərədən, Ukraynadan və bütün Avropa ölkələrindən həm təhlükəsizlik, müdafiə, həm də Xarici İşlər Nazirliyi yüksək səviyyəli bir iclası keçirildi və bununla da Amerika köhnə tutduğu mövqedən geri çəkilmiş oldu. Artıq Ukrayna-Rusiya məsələsində birbaşa Avropanı ora dəvət etməklə Avropa ilə də məsləhətləşdiyinin və artıq Avropanın da bu məsələdən, bu problemdən kənarda olmadığını bildirməklə həm də bu masaya Ukrayna dəvət olunmuşdu. Baxın, Ukrayna, Amerika və Avropa nəhayət yenidən bir masaya oturdular və bu masada artıq Rusiya təklənmiş oldu. Artıq belə deyək ki, top yenidən Rusiyaya atıldı. Amerika köhnə müttəfiqlərinin masasına gəlməyə məcbur oldu. Bu çox yaxşı bir xəbərdir. Ukrayna üçün də, Rusiyanın məğlub olmasını istəyən qüvvələr üçün də. Bu bir daha onu göstərir ki, mən bu barədə demişdim ki, 1-2 ay və yaxud da 3 ay lazımdır ki, daşlar yerinə otursun. Bu daşlar mütləq oturacaq. Amerika öz Avropa kimi müttəfiqindən kənarda qala bilməz. Əgər kənarda qalarsa, uduzar. Bu mənada artıq yenidən bu və ya digər şəkildə Amerika Ukrayna istiqamətindən, Avropa istiqamətindən yenidən prosesə qarışmış oldu. Təşəkkür edirəm diqqətinizə görə.